Okey. Axır ki də yəni seçinə. Axır ki. Hər kəsə salam. Uzun çabalardan sonra təxminən 5 ildir və mən artıq buradayam. Əslində heç belə başlamaq istəməzdim. Yəqin ki 5 il əvvəlki Səkinə də videoya belə giriş eləmək istəməzdi. Amma düşünürəm ki giriş bundan daha yaxşı ola bilməzdi. Çünki bu kanalı hal-hazırda indi açmağım 5 illik ertələmənin nəticəsidir. Şöyle başlayaq. Mən kiməm? Mən Fərəcələ Səkinə 2021-ci ildə Qərb Kasp Universitetinin psixologiya ixtisasına qəbul olmuşam və 2025-ci ildə də məzun olmuşam. Və hal-hazırda gələcəyi üçün böyük bir maraqları olan, xaricdə oxumaq istəyən bir Səkinə var qarşınızda ki, əslində bunu yeniyetmə vaxtından Səkinə əslində istəyir. Əgər istəsəniz, bir sonraki videolarda sizin üçün xarici təhsil prosesi haqqında da videolar çəkə bilərəm. Çünki olduqca çoxlu araşdırmışam. Bu YouTube kanalında əsas açma məqsədim də sizə kömək olmaqdır. Əsas da özünü inkişaf barəsində. Ümumiyyətlə, özünü inkişaf o qədər böyük bir kavramdır ki, yəni bura öz maraqlarınızı tapmaq, özünüzü kəşf eləmək, öz qabiliyyətlərinizi tanımaq və onları inkişaf elətdirmək, dillər öyrənmək, həqiqətən də bir çox şeyə əhatə eləyir. Və buna görə də düşünürəm ki, sizə bir çox şeydə kömək eləyəcəm. Ortalama hər Azərbaycanlı ailəsində olduğu kimi bir uşaqla keçirmişəm. Daha sonra məktəb gəlir. Məktəbdə əslində mən 6-cı sinifə qədər dərslərimi oxuya bilmirdim. Daha çox diqqət əksikliyim var idi deyə düşünürəm və çox hiperaktiv bir uşaq idim və fikrim əsasən oyunda qalmışdı. Buna görə də əslində məktəb illərim çox da maraqlı bir keçməyib, yəni təxminən 6-cı sinifə qədər. Amma 6-cı sinifdən sonra niyəsə mənim ilham pellərim gəldi və mən 6-cı sinifdən sonra çoxlu oxumağa başladım. Və ondan sonra universiteti qazandım. Universitet illərində demək olar ki, mən 1-ci kursdandır işləyirəm. Çox təlimlərə, seminarlara özümü inkişaf elətdirmək üçün klubların tərkiblərinə qoşulmuşam və bu da bir ayrı gerçəkdir ki, mən universitet illərimdə heç vaxt öz sahəmlə bağlı işləməmişəm. Əslində belə bir gerçək var ki, əgər siz Azərbaycanda psixologiya tələbəsisinizsə, sizin praktika üçün çox da iştirak edə biləcəyiniz bir yer yoxdur. Məsələn, xarici ölkələrdə tələbələr klinik stajlara və s. gedirlər, amma bizə bu təəssüf ki, yoxdur. Əsasən psixologiya tələbələri asistantlıq, sənəd işləri ilə məşğul olmaq, seminarlar və s. təşkil eləmək. Bir çox könüllü proqramlara əsasən gedir və daha çox inzibati işlər sayılır, nəinki praktiki bir psixoloq işi. Əlbəttə, amma yaxşı tərəflər də var, hər şey pis deyil. Siz çoxlu seminarlara qoşula bilərsiniz. İşte əslində staj proqramları da olur, amma bir çox tələbənin maddiyyatla bağlı problemləri olduğuna görə çox tələbə də zaten o staj proqramlarında iştirak edə bilmir. Hansı ki, müəyyən psixoloqlar var ki, özləri bir staj proqramı açırlar, hansı ki, onlara onu öyrədirlər, seanslarda və s. iştirak eləməklərinə də şərait yaradırlar. Və özümü tanıdığıma görə istəyirəm ki, keçək ertələmə probleminə ki, həqiqətən də yəni mən artıq uzun illərdir ki, bu kanalı açmaq istəyirəm, video yükləməyi istəyirəm, videoları çəkirəm, silirəm, silirəm, həqiqətən artıq bezdim. Yəni həqiqətən çox video çəkib, çox videoda silmişəm və demək olar ki, heç birində bəyənməmişəm. Hər zaman gözləmişəm ki, yəni video mükəmməl olsun, ay telefonum da belədir, ay kameram yoxdur, ay işığım yoxdur, yəni işığı belə işlətmirəm, işıq qalıb buradadır ki, işlədək. Məsələn, işığı belə işlətmirəm. Məsələn, alıb qoymuşam burada işığı. Düzdür, bir çox əslində videolarım üçün istifadə eləyirəm, amma hal-hazırda işığı belə istifadə eləmirəm. Yəni bu işıq olsaydı da, olmasaydı da, yəni nə olardı Səkinə? Yəni deyirəm sənə həqiqətən. Heç YouTube kanalını belə açmamışam. Halbuki bəlkə də başlasaydım ki, video kanalını açım, birinci bir profilimi yaradım. Ondan sonra bəlkə həvəs gəlib çəkərdim. Onu belə eləmirdim. Deyirdim ki, videonu çəkim, sonra kanalı açım. Amma əslində hər şey həqiqətən kiçik-kiçik addımlarla başlayır. Mən əlimdə heç nə olmazkən, yəni birdən-birə hər şeyə sahib olmağımı gözləyirəm. Bu nə qədər doğru ola bilər və mən gözləyirdim ki, mənə bir motivasiya gələcək, mənə bir enerji gələcək və mən o enerji ilə başlayacağım videolarımı çəkməyə, hər şey qaydasında olacaq. Kanalımda çəkəcəm, 3 dənə video birdən çəkəcəm, hər həftə yavaş-yavaş yükləyəcəm və s. Amma o heç vaxt gəlmir. Həqiqətən gəlmir. Və bu istənilən bir situasiya üçün belədir. Video üçün, tək YouTube kanalı üçün yəni deyil. Məsələn, bu mənim Instagram akkauntumu inkişaf etdirməkdə də belə idi.
Bir də mənə həvəs gəlirdi. Hə, 2 dənə, 3 dənə videonu dalbadal hər gün və yaxud da ki, hər həftə paylaşırdım. Amma sonra bir ay paylaşmırdım. Avtomatikdə davamlılıq olmadığına görə başlayır həm mənim enerjim düşməyə, həm mənim motivasiyam düşməyə. Artıq Instagram da zaten səni tanımamağa başlayır. Çünki sən zaten aktiv deyilsən. Və həqiqətən də bunların hər biri ümumiyyətlə nəyisə davamlı olaraq eləmək sizdən böyük bir efor gözləyir. Əgər siz o eforu xərcləməyə hazır deyilsinizsə, zaten heç vaxt onu əldə edə bilməyəcəksiniz tamlıqla. Yəni məsələn bu hər hansısa bir imtahan deyək. Psixologiyanın müəyyən bir qolu ilə bağlı. Məsələn, biznes psixologiyası. Ya indiyə qədər heç vaxt üzünü açmayıb, ən-axırda imtahan günündə əgər üzünü açsanız o kitabın, mən sizə 100% deyirəm ki, siz o imtahandan o qədər də yüksək bir bal ala bilməyəcəksiniz. Amma heç olmasa universitet vaxtı üzünə baxsanız və nə ilə bağlı olduğunu bilsəniz, yəni müəyyən bir ideyavız belə olsa və o imtahanı axırıncı gün belə oxusanız, siz müəyyən ortalama və ya da yüksək bir bal da yığa bilərsiniz. Çünki mən bütün imtahanlarımda da belə olub. Əgər mənim həqiqətən heç bir anlayışım yoxdursa o fəndən, mən həqiqətən gedib ən aşağı balı alırdım o imtahandan. Amma yox, mənim həqiqətən müəyyən bazam var və bilirəm, məsələn, psixologiyada məsələn nə ola bilər ki, yəni daha da. Yəni bilgilərimi ən sonunda belə oxumasam belə bir çox sualı birləşdirərək, yəni imtahana girirdim və yaxşı bir nəticə alırdım. Həqiqətən də yəni burada davamlılığın rolu həqiqətən də çox böyükdür. Əgər nəyisə əldə eləmək istəyirsinizsə, əgər yaxşı bir nəticə görmək istəyirsinizsə, bunu davamlı olaraq eləməlisiniz. Yəni bir dəfə edib də atmaqla təəssüf edirəm ki, alınmır. Əgər alınacağını düşünürsünüzsə, hansı dünyada yaşayırsınız, bizi də ora aparın, biz də gələk. Çünki həqiqətən də o olmur. Özünüzə səhv eləməyə imkan verin. Hər situasiya üçün əslində yəni mən bunu deyərdim. Özünüzə səhv eləməyə imkan verin. Bunu bir misalla əslində izah etmək istəyirəm. Bir körpə eləməyə cəhd göstərərkən ortalama 400 dəfə yerə yıxılır. Və siz heç özünüzə bir dəfə də səhv eləməyə icazə vermirsiniz. Ona görə də hər bir dəfə yıxılandan sonra ümidinizi kəsirsiniz. Deyirsiniz ki, yox mən bacarmıram və s. Həqiqətən də mən də bu yoldan keçmişəm. Həqiqətən də mən də özümə onu bəlkə milyon dəfə demişəm ki, yox məndə alınmır, mən ingilis dilində danışa bilmirəm. İngilis dili mənlik deyil. Həqiqətən də sadəcə özünüzə icazə verməlisiniz. If you don't fail, you're not even trying. Belə bir videoydu. Hansı ki, yəni orada deyirdi ki, yəni əgər siz heç uğursuz olmamısınız, yəni bu deməkdir ki, zaten yoxlamamısınız. Çünki bir şey yoxlayarkən mütləq şəkildə siz orada uğursuz ola bilərsiniz. Mütləq şəkildə siz oradan hiss eləyə bilərsiniz ki, bəlkə də bu mənə görə deyil, amma sadəcə yoxlamalısınız. Həqiqətən də çox sevdiyim bir sözüm var, yəni hər kəsə də deyirəm. Bir şeyin sənə uyğun olub olmadığını əgər bilmək istəyirsənsə, onu mütləq şəkildə yoxlamalısan. Bu problem kənardan onay gözləyən bir insanlardan olur. Əslində bir şəkildə də əslində belə böyüdülmüşük. Hər zaman valideynlərimizin hə və yaxud da ki, yox deməklə böyüdüyümüzə görə, yəni belə olur böyüdükcə də ki, hə indi kimsə mənə deyəcək, yəni bu düz oldu, yoxsa səhv oldu, bu uyğun oldu, yoxsa uyğun olmadı. Gözləyirsən ki, qabağındakı insan yəni sənə hə desin. Yəni sən hə bacardın və yaxud da ki, hə bu düzdür və s. Hə onda ürəyim sakit olacaq. Bir şey yoxlamaqla çox qorxurlar. Əgər siz də bu vəziyyəti yaşayırsınızsa, ki mən də yaşamışam, istəyirəm ki, hər zaman özünüzə xatırladasınız ki, burada heç kəs sənə heç nə deməyəcək. Sadəcə sənsən və bu iş var. Sadəcə yoxlamalısan. Artıq çünki həyatının məsuliyyətini öz çiyinlərinə ala biləcək bir yaşdasan. Və buna görə də kiminsə sizə hər hansı bir söz deyəcəyindən, sən də bunu niyə belə elədin, bacarmırsan eləmə də, bu kimi sözləri deməyinə icazə verməyin. Öz valideynləriniz belə olsa, başa düşürəm bu bəzən çox çətin olur, amma sərhədləri qorumaq həmişə sizə yaxşı nəticələr verəcək və özünüzə də bu sözləri deməyin. Nə istəyirsinizsə onu deyin, nəyi eləmək istəyirsinizsə onu eləyin. İcazə verməyin sizin üçün nəyisə qərar versinlər, çünki həqiqətən də bu sizin həyatınızdır və onlar sabah öləndən sonra sizin həyatınızda yenə də siz qalacaqsınız. Yəni onların istədiyi bir həyatı yaşamayın, öz istədiyiniz bir həyatı yaşayın. Bir daha çox əltələnən şeylərdən biri də öz duyğularınızdır. İnsanlar çox vaxt zaten öz duyğularını, öz hisslərini eşitməməyə daha çox meylli olurlar. Onlar zaten özlərindən qaçmağı daha çox üstün tuturlar və ona görə də əslində çalışırlar ki, özlərini məşğul eləsinlər. Özlərini məşğul eləməsələr, artıq özlərini eşidəcəklər. Amma bunu bilməyinizi istəyirəm, mən də bunu təsəllicə başa düşmüşəm. Qorxduğunuz şey başınıza gəlir.
Əgər o qorxduğunuz şeyin sizin başınıza gəlməyini istəmirsinizsə, siz onun üstünə yeriyin. Birdən də belə bir şey var, çünki qorxulan şey zaten bir dənə şeydir və həmin o şey də zaten sizin həyatınızda baş vermə ehtimalı da zaten daha çox olur. İnsanların çoxunun niyə ölümdən qorxuları var? Çünki mütləq ki onların başına gələcək. Çünki onların yaxınlarından birinin mütləq ki başına gələcək. Və çünki zaten gerçək budur. Və istəyirəm ki, qorxularınızın üstünə gedəsiniz. Qorxularınız haqqında danışasınız. Əgər gedə də bilmirsinizsə, başlayın o qorxu haqqında danışmağa. Bu belə həqiqətən də çox kiçik bir addımdır. Bu da məncə sizin işinizə yaraya bilər. Ertələnmə ilə bağlı son bir şeyi həqiqətən də yekun vurmaq istəyirəm ki, daha sonra eləyərəm deyə deyirsinizsə, heç şübhəniz olmayın, həqiqətən də sonra eləyəcəksiniz, amma çox sonra eləyəcəksiniz. Bir söz var, sonra kofe də soyuyur, sonra həvəs də gedir, sonra disiplin də gedir, sonra zaman da gedir. Bugünlük məndən bu qədər. Gələn videolarda görüşənədək, əgər maraqlandığınız bir mövzu varsa, kommentlərdə bildirməyinizi xahiş eləyəcəm. Gələn videoda görüşənədək. Sağ olun.